Əziz təbiət və təbabət sevər insanlar, hər birinizi salamlayıram. Keçən videomda bir neçə ədəd meymun alması toplamışdım. Bu meyvənin revmatizmal ağrılarda xaricən istifadə olunduğunu bir çoxlarımız bilirik. Bu videoda isə bu etanol çıxarışı necə hazırlamaq lazımdır, onları göstərməyə çalışacağım, hər kəs üçün faydalı olsun deyə. Çıxarışı etmək üçün bizə nələr lazımdır? İlk öncə əllərimizi qorumaq üçün əlcəkdən istifadə etməliyik. Çünki bitkimizin içərisində yapışqan qıcıqlandırıcı lateks var. Burada 95% spirtimizi görürük. Əlbəttə ki, təbabətdə 95% spirt çıxarışlarda nadirən istifadə olunur. Bitkini yandırır, yüksək faizdir. Bu faizi aşağı salmaq üçün qaynanmış sudan istifadə edirəm. Soyuq haldadır, amma qaynanmış sudur. Siz steril sudan da istifadə edə bilərsiniz. Burada belə bir balonumuz var. Balonun biraz böyük olmağı yaxşıdır. Çünki qarışdırmaq üçün yer qalmağı məsləhətdir. 2-3 gündə bir bu spirtli çıxarış qarışdırılmalıdır. Burada forte anlayışından istifadə eləmişəm. Təbabətdə forte anlayışı gücləndirmə mənasındadır və eyni mövzuda istifadə olunan bir neçə bitkilərin qarışımı daha yaxşı nəticələr verir. Burada rozmarin bitkisi var. Taze halda biraz doğranmışdır. Demək, bunu siz daha da gücləndirə bilərsiniz. Əlbəttə ki, biber və zəncəfil əlavə edə bilərsiniz. 2-3 bitkini bir yerdə etanol çıxarışı etməklə effektivliyi daha da artıra bilərsiniz, daha da gücləndirə bilərsiniz. Hələlik keçək hazırlanma qaydasına. Əzizlərim, çıxarışımızın hazır olması üçün bir ay ərzində qaranlıq bir yerdə saxlayırsınız. Bu vaxt ərzində 2-3 gündə bir qarışdırmağınız vacibdir. Bir ay tamamlandıqdan sonra süzərək revmatizmal ağrılarda xaricən istifadə edə bilərsiniz. İstifadə qaydasını video açıqlamasında qeyd edirəm. Suallarınız varsa şərh bölməsində yaza bilərsiniz. Çox sağ olun, Allah amanında.